Rusiya tərəfinin iddiasına görə iyunun 17-sində Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belarusdan Rusiyaya gedən sərnişin avtobusuna zərbə indirib. Avtobusda ümumilikdə 44 nəfər, o cümlədən 28 gənc idmançı olub. Hadisə nəticəsində bir qadının həyatını itirdiyi, 8 nəfərin yaralandığı bildirilir. Yaralananların 6-sının uşaq olduğu qeyd edilir. Yaralanan uşaqlardan birinin anası hadisəni bu cür xatırlayır. Uşaqlarla birlikdə dəniz kənarına istirahətə gedirdik. Hamının əhval-ruhiyyəsi yaxşı idi. Avtobusda cizgi filmləri göstərilirdi. Uşaqlar gülürdülər. Birdən güclü partlayış səsi eşidildi. Hamı qorxdu, insanlar panikaya düşdü. Bəziləri öz uşaqlarını axtarırdı, bəziləri ətrafa baxırdı. Digərləri isə yaralılara kömək eləməyə çalışırdı. Həmin anlar həqiqətən dəhşətli idi. Bryansk Regional Uşaq Xəstəxanasının travmatologiya və ortopediya şöbəsinin müdiri Dmitri Zubanov da hadisə ilə bağlı açıqlama verib. Yaralı uşaqların vəziyyəti stabildir. Uşaqlar xəstəxanaya bədən və ətraf nahiyələrindən aldıqları çoxsaylı qəlpə yaraları ilə yerləşdiriliblər və hazırda reanimasiya şöbəsində müalicə alırlar. Həmçinin biz Belarus Səhiyyə Nazirliyi ilə daimi əlaqədəyik. Hadisəyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova bunu mülki şəxslərə, xüsusilə də uşaqlara qarşı yönəlmiş hücum kimi qiymətləndirib. Bununla yanaşı Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı ittihamları rədd edib. Rəsmi Kiyev avtobusa Ukrayna pilotsuz uçuş aparatının zərbə endirməsi barədə məlumatların həqiqəti əks etdirmədiyini və bunun informasiya təxribatı olduğunu bəyan edib.